Dostum, salamlayıram səni. Son vaxtlar yaman ajataj yaradan Taleh Yüzbəyovun videosu haqqında öz fikirlərimi bildirmək istəyirəm. Burada məsələ nədir? Əslində Talehin bu reklamı çəkməyi əla oldu ki, belə bir bəlkə də özü də fikirləşmirdi ki, bu qədər belə bir ajataj yaranacaq və səs-küyə səbəb olacaq. Amma cəmiyyətin problemini üzə çıxartdı. Tək cəmiyyətin yox, əsas da qadınların problemini üzə çıxartdı və mən sadəcə situasiyanı qıraqdan analiz edirəm və nəyə görə yarandığını demək istəyirəm. Deməli, bu reklama baxan insanlar və qadınlar reklama yox, öz yaralarına reaksiya verirlər. Qadınlar orada komment edən qadınlar iki yerə bölünür. Bir, normal qəbul edən qadınlar, bir də bunu normal qəbul eləməyib, əksinə, yəni Talehin üstünə hücum edən və əksinə, yəni silinməsini, üzrünü istəyən bir tərəfə bölünür. Və baxın, burada səbəb nədir? Burada səbəb insanın daxili yaralarına, travmalarına verdiyi reaksiyadır. Yəni, bir qadın qismi görürsən ki, normal qəbul edir və bununla da razılaşır, doğrudan da belədir. Və o birisi qadınlar isə onu özlərinə götürürlər. O beyni onun özünə götürür və onun beyni razılaşmır ondan və qəbul eləmir və ona protiv çıxır. Əsasən də feministlərdən gedir söhbət və feministliyi təbliğ edən qadınlardan gedir söhbət. Ona görə, yəni bu səbəb, ilkin səbəb budur. O feministlərin də problemi nədir? Kişi tərəfini qəbul eləməmək. Bu da nəyə görə baş verib? Uşaqlıqda bu həmin o qadınların ailələrində ataları analarına qarşı əşya kimi davranıb, hörmətsiz davranıb, qızlarına qarşı əşya kimi davranıb, öz maraqlanmayıb qızları ilə. Adətən qız uşaqları elə bir kişilərin, elə bir, məsəl üçün, atalara oğlan uşağı da verilir Allah tərəfindən və qız uşağı da verilir. Heç fikirləşmişsiniz ki, nəyə görə bu belə bölünür? Nəyə görə? Çünki qız uşağı ona görə verilir ki, o kişinin qadın enerjisinə, yumşaqlığa ehtiyacı var. Başa düşən kişi, müdrik kişi o yumşaqlığı qəbul edir. O qadın enerjisi. Qadın enerjisi nədir? Sevgi, mərhəmət, nəvaziş, belə. Amma bəzi kişilər var ki, bunu normal qəbul edir, götürür və doğrudan da yumşalır o qadın enerjisini, o uşağına baxa-baxa, o qız uşağını böyüdə-böyüdə. Mən ətrafımda, mən bunu elə-belə demirəm, mən bunu analiz eləyə-elə, ətrafda görə-görə deyirəm. Səbəblərini sizə gətirirəm. Elə kişilər var ki, götürür bunu, ailələrinə baxır, qadınlarına, o qadın enerjisini götürür, daha da belə ailəsinə qarşı başlayır mehriban olmağa, həyat yoldaşının qayğısına qalmağa, qızının vasitəsilə, qıza olan sevgisi ilə Allah bunu onun içində açır. Amma əfsuslar olsun ki, elə kişilər də var ki, yox, bunu qəbul eləmirlər, yenə də agresiv qalırlar, yenə də qadına bir əşya kimi pis gözlə baxırlar və əsasən də feminist kimi formalaşan qadınlar belə ailələrdə böyüyən qadınlardır, xanımlardır. Və bu qadınlar da qəbul eləmirlər, adi bir şeyi də qəbul eləmirlər, özlərini kişilərdən yüksək tutmaq, kişilərlə bərabərləşmək istəyirlər, kişilərdən yeri gələndə yüksək tutmaq istəyirlər. Qəbul eləyə bilmirlər ki, kişilərə hər şey olar, bunlara hər şey olmaz və bu reklamda da məsəl üçün onlar o qadını nəyə görə özlərinə pis götürürlər? Çünki orada qadını alçatmaq kimi gedir, amma reklamda qətiyyən qadını alçatmaq söhbəti getmir. Sadəcə olaraq bunu mən qadınlara da demək istəyirəm və ümumiyyətlə bütöv kişilər də bunu yaxşı bilir və mənim bu neçə illik həyatımda, yaşayışımda, yəni mən elə bir kişi, elə bir dostum, elə bir tanışım olmayıb ki, o bəyənsin o silikonu, o nə bilim, o dodağı, şişmə dodağı, dırnaqdır falandır, başa düşürəm qadınların ritualıdır, bu normaldır, buna getməlidir. Bəzi şeylər var ki, qadın gözəlliyidir, bu qadın üçün lazımdır ki, qadın enerjisini hiss eləsin, qadın enerjisini qaldırsın. Bu mütləq şəkildə lazımdır. Amma sən burnun əyridirsə, burnuvu dəyişirsənsə, sənin və yaxud haralarsa bədəninin, yəni çox yerlərini dəyişsənsə, sənin kişin səni görməyəcək. Səni öz o göz filtrindən keçirdəndə səni tanımayacaq şuuraltı olaraq. Səni tanıması üçün sən o kişi səni əyrilərinlə də, hər bir şeyinlə də sevəcək. Kimdir bu dünyada ideal? Heç kim bu dünyada ideal deyil. Bu dünya ideallıq yeri deyil. Bunu qəbul edin. Bu kanalda da mən paylaşmışam. Bu dünya yaşamaq üçün ideal yer deyil. Mən idealam, mənim də o qədər problem var ki. Üzümdə çopurlarım var, başqa yerdə problemlərim var. Yəni bu insan ora nəyə fikir verirsənsə, beyin
fikir verirsənsə, onu böyüdür. Sən buna fikir verirsənsə, öz problemlərini görürsənsə, bu komplekslərini sən üzə vurursan və bu da böyüyür və sənə həyatında da elə bir situasiyalar yaranır ki, sən ancaq o komplekslərini sənə göstərən bir situasiya yaranır. Bu həyatın işləmə mexanizmi belədir. Fokusun nəyə olar, onu da böyüdərsən. Yəni, insanlar öz dərin yaralarına reaksiya verirlər. Hətta baxırsan ki, kişilər də bir hissəsi var ki, bu reklamı bəyənmirlər və qadınların tərəfini tuturlar. Yəni, mən başa düşə bilmirəm. Bu söhbət qadının tərəfini və kişinin tərəfini tutmaqdan deyil. Yəni, kişi xeylağı doğrudan da dəyilməmiş. Yəni, təbii gözəlliyi qorunan qadını həmişə görür, sevir və bəyənir və ciddi münasibət üçün həmişə onu fikirləşir. Bu reklama kimi mən ümumiyyətlə belə şeyə çox fikir vermirdim. Bu reklamdan sonra mən şəhərdə gəzəndə demək olar qızların hamısı əməliyyat eləyib, burunları düzəlib, dodaqları düzəlib. Mən indi kimi fikir vermirdim, indi başlamışam fikir verməyə. Qızlar, siz öz potensial gələcəkdə kişilərimiz sizi görməyəcək, tanımayacaq. Siz itirirsiniz. O artıq sizi öz filtrindən keçirdə bilmir, özünkü kimi görə bilmir. O şüuraltı sizi tanıyır. Sizin burnunuzun əyriliyi ilə də, ağzının əyriliyi ilə də, nə bilim, bədənin harasının problemi ilənsə də bunu pis qəbul eləmək deyil, lazım deyil. Allah sizi necə yaradıb, elə də gözəlsiniz, elə də seviləcəksiniz. Siz uşaqlıqda doğulandan sizi sevirlər. Körpə olandan gör, körpə olan sevgiyə bax, sizi sevirlər. Sadəcə vaxt getdikcə siz o sevgini itirmişsiniz. Siz sevgini daxilinizdə qazanmalısınız. Oradan, buradan, o əməliyyatdan, bu əməliyyatdan o sevgi qazanılmır. Bu reklama baxandan sonra da başqa bir situasiyada adamın ağlına gəlir ki, onsuz da hər kəsi razı salmaq mümkün deyil. Gördüyünüz kimi qadınlar da, kişilər də iki yerə bölünür. Biri bu reklamı bəyənir, biri bəyənmir və bəyənməyənlər də əksinə hücum edirlər. O feministləri də başa düşə bilmirəm ki, nəyə görə Talehin xanımına, qızına belə pis-pis şeylər yazırlar. Arvad sözünü qəbul eləməyənlər indi deyirlər ki, arvadım belə şey eləyir və yaxud qızın şəlpə qulaqdır, nə bilim. Yəni belə şeylərə baxanda doğrudan da baxırsan ki, nəyə görə nəyə görə bu insanın daxilində aqressiya var. O sadəcə feministliyə tutub bağlanıb ki, haradasa qorunan bir yeri var. Kişiyə, atasına inanmır, kişiyə inanmır, Allaha inanmır. Feministlik tapıb və feministlikdən tutub yapışıb. Dərk eləmir ki, daxilindəki problem uşaqlığına bağlıdır. Və o uşaqlığında da atası bunun belə olmağının səbəbi sadəcə olaraq həyatın ona öyrətmək istədiyi bir şeydir. Və bütün kişilər problemli deyil və bütün kişilər yəni aqressiv deyil, qadınlara əşya kimi baxmır. Elə kişilər var ki, qadınları elə dəyərləndirir, elə sevirlər ki. Yəni insanlar böyüdükləri mühitdən, ailədə gördüklərindən yəni formalaşırlar. İndi qadın da olaraq, qadın elə bilir ki, o reklamı çəkilib birbaşa o reklamı özünə götürür və Konfutsiyonun da bir sözü var. Konfutsiyon üstünə ataka gəliblər və pis-pis sözlər deyiblər. Konfutsiyon sakit yanıb. Soruşublar ki, sənin bu qədər gücün var, sən lazım gəlsə olan hamısını döyərsən, nə bilim, nəsə eləyərsən, sən nəyə görə belə eləyirsən? Deyir ki, o söz mənə məxsus deyil. O söz ağzından çıxardan adama məxsusdur. Əgər mən onu özümə götürsəm, o söz olur mənim. Mən o sözü götürməyincə, o kimin ağzından çıxıb ona məxsusdur. Və bir şey də başa düşün ki, yəni bu siz özünüzə məxsus edirsiniz, öz üstünüzə götürürsünüz deyənə, bu situasiyada belə böyüyür. Siz daxilən əslində bu situasiya, bu taleyə siz təşəkkür eləməlisiniz ki, sizin daxili problemlərinizi göstərir əslində. Yəni sizdə harda yaralar var, kimə var yaralar və siz biraz intellektual cəhətdən özünüzü artırsaz, biraz psixoloji tərəfdən bunu başa düşsəz, bu səbəblər nədir? Siz onu daxilən gedib başa düşəcəksiniz ki, birbaşa ailədə kişiyə, atıya bağlanır. Siz sadəcə o kişini bağışlamalısınız. O da həyatda bir dəfə yaşayıb və bacardığı siz üçün eləyib. Bunun da bacardığı odur. O da həyatı bir dəfə yaşayır. Hamının kimi o kişinin də səhvə ehtiyacı var və bu həyatda elə kişilər çoxdur ki, qadınlarına baxmayıblar, qadınlarına əşya kimi baxıblar, ailəsinə pis davranıblar. Amma ətrafla elə də yaxşı olublar. Bu onun günahı deyil. Bu onun yaşadığı mühitin, bu onun proqramıdır. Bu da onu görüb, onu götürüb və inan ki, o da daxili peşmançılıq yaşayır. O da istədiyi kimi situasiyanı düzəltmək istəyib, amma bacardığı budur. Sən o kişini günahlandırmaqla, sən bütün kişiləri gözündə pis görürsən. Sən sadəcə o kişini qəbul eləməlisən. Başa düşməlisən ki, o bacardığının ən yaxşısını eləyib.
O gedib əziyyət çəkib. O istəməzdi ki, belə olsun. O heç bunu dərk eləmir. Dərk eləsəydi, dərk elədiyi şeyləri dəyişərdi. Dərk eləmir. Ona görə bağışlamaq Allaha məxsus olan bir şeydir. Bağışlamaq lazımdır. Başa düşmək lazımdır ki, o insan mənə bu həyatı verib ən azından. Bunu başa düşmək lazımdır ki, ən gözəl şey, o insan mənə bu həyatı verib və bu həyata sən çərəz ondan gəlmirsən. Və ona görə ata-ananı sevib qəbul eləmək lazımdır. Nə qədər ki, atanı qəbul eləməyəcəksiniz, o qədər həyat sizin qarşınıza, həyat çox gözəldir, möhtəşəmdir. Bunun kimi məktəb yoxdur. Onun kimi qarşınıza sizi atağınız kimi incidən, sizi triggerləriniz hardadır, onu göstərən kişilər çıxacaq qabağınıza. Və siz də ancaq onu görəcəksiniz. Nə vaxta kimi bağışlamadınız. Bağışlayandan sonra artıq başqa kişiləri, sevən kişiləri görməyə başlayacaqsınız. Bir də ki, o təbii gözəllik taleyin, yəni demək istəyirəm ki, taleyi çəkib deyib ki, təbii gözəlliyi göstərir və təbii gözəllik demək deyil ki, başqa qadınlar çirkindir. Bunu siz belə qəbul edirsiniz ki, bu bizə çirkin deyil, bu bizi alçaldır. O sizi alçaltmır. Sizin sadəcə bu situasiyanı interpretasiya eləməyiniz sizi alçaltır, özünüzü alçaldan tərəfə qoyursunuz. Siz bu situasiyanı belə götürürsünüz. Konfuksiyanı yada salın. Yəni, sizə ona məxsus deyil. O onu götürsə ona məxsusdur. Götürmədiyi dərəcədə ona məxsus deyil. Ona görə belə incəliklər var. Bunlara fikir vermək lazımdır. Və yenə də deyirəm, taleyə təşəkkür eləmək lazımdır ki, cəmiyyətin belə bir problemini çıxartdı ortalığa. Və mən əminəm ki, intellektual, ağıllı qızlar bu situasiyadan nəticə çıxardacaq və başa düşəcək ki, bu problem talehdə deyil. Bu problem o insanın daxilindədir. Daxilində dünyanı görməyindədir. Dünyanı belə tərsinə görür. Çünki kişi forması onun gözündə pisdir, acılayandır, alçaldandır, yəni əzab verəndir. Onun fikirləşmək istəmir, sevgini ata tərəfdən qəbul eləyə bilmir o. Əfsuslar olsun. Bu da həyatın hamı üçün hazırladığı bir məktəb yoludur. Və yaddan çıxartmayın ki, hamımız, bütün ruhlar kim bu dünyaya gəlmədən qabaq öz ailəsini, öz böyüyəcəyi təcrübə yolunu özü seçib. Ona görə qəbul eləməkdən başlayır əsas rahatlaşma və dünyanın başqa gözəl tərəflərini görmək. İlk növbədə qəbul eləmək lazımdır. Ondan sonra, qəbul eləyəndən sonra başa düşürsən ki, nəyə görə və Ruslanın da bir sözü var, prичина следствия. Heç nə elə belə deyil, hər şeyin bir səbəbi var. Hardansa qaynağı var, o çıxan bir yeri var. O çıxan yeri tapmaq lazımdır. Və bunu da hər kəsən özündə bilir. Bir də ki, maraqlı bir dənə də bir situasiya var ki, bu reklamda deyilən yeni fikir deyil, bu illərin fikridir. Artıq son zamanlardan çoxalıb bu. İnsanlar təbiiliyə daha çox meyil verirlər, təbiiliyi daha çox sevirlər və kişilər təbiiliyi daha çox bəyənir. Çünki süyniliyi görür. Baxın, indi gözəllik yarışmaları keçirilir ki, dünyada bütün gözəllik yarışmaları var ki, sən nəyinsə dəyişilibsə, sən ona buraxılmırsan. Təbii olmalıdır hər şey. Təbii gözəllik artıq modaya minir yenidən. Başa düşürsünüz, hanımlar? Yəni, burada situasiya belədir. Və analarımız, nənələrimiz, hamımızın analarımız da, nənələrimizi də babalarımız, atalarımız seviblər. Onların estetikləri olmayıb, heç kim nəyisə dəyişməyib. Onlara necə var, elə də seviblər. Və günündə kimi də sevirlər. Çünki sevgi, bir var nəfsin sevgisi, nəfsin. Bir də var qəlbin, ruhun sevgisi. Ruhən, kişi sevəndə və qadın da sevəndə, təbii əsl sevgi olanda bu ruhən baş verən prosesdir. Nəfsin sevgisi artıq psixoloji, dərin travmalara bağlanan bir şeydir. İlk növbədə sən o münasibətdə ən gözəl şeyləri görürsən, vaxt getdikcə sən artıq düşürsən oje məktəbin içində, sən atnaşenyanın içində, münasibətin içində başlayırsan öz problemlərini görməyə. Bu nəfsin sevgisidir. Və göstərir hamı. Birinci sənə şirin gəlir, sonra problemlər artıq üzə çıxır. Bu maraqlı bir paradoksdur. Düzdür, zaman dəyişib, indi hamı demək olar estetik eləyir və bizim dünyada, bizim ölkədə yox, bütün dünyada demək olar belədir. Amma təzdən yenidən moda qayıdır təbiiliyə və başa düşün ki, kişilər sizi öz filtrindən keçirməsi üçün, tanıması üçün şüuraltı olaraq siz təbii olmalısınız və təbiiliyi sevirik biz. Biz kişilər təbiiliyi sevirik. Heç bir kişi deməz ki, öz xanımına get filan yeri, nə bilim, elətdir, filan yeri dəyişdir, özünə dolğu vurdur, nə bilim, oravı dəyiş, buravı dəyiş. Heç bir kişi bunu istəmir.
Bunu istəyən yalnız qadınlardır. O qadınlar da daxili kompleksinə görə istəyirlər və bu daxili komplekslə mən videoda çalışdım, bacardığım qədər deyim ki, nəyə görə, hardan bağlanır və bu ömür boyu sizlə olacaq əgər siz bu situasiyanı qəbul eləməsəz, öz ata formasını, ata kişiliyə baxdığınız formanı nifrətlə yox, sevgiyə çevirməlisiniz. Onda da kişilər artıq sizə sevgi ilə baxacaq və sizin içinizdə heç onu dəyişmək ehtiyacı olmayacaq. Özünüzü o komplekslərinizə görə nəyəsə dəyişmək ehtiyacı olmayacaq. O sadəcə sizin içinizdəki boşluqdur. Siz onu oradan buradan doldurmaq istəyirsiniz. Amma həyat bu boşluqlarla, bu problemlərlə sizə göstərir ki, harada səhv var. Sadəcə biraz daha ayıq olub, daha şuurlu olub o situasiyanı, o problemi görmək lazımdır. Ona görə təbiilik gözəlliyidir. Hamımız təbii qalmağı seçməliyik bu həyatda. Çünki sonradan dəyişilmə olan bir proseslər, bu artıq insanların yaratdığı bir şeydir və bu marketinqdir və bu pul qazanmaq üçün olan bir şeylərdir. Xoş sözlərə inanırsınız. Təbiətə baxmaq lazım. Təbiətdə heç nəyi dəyişmir, heç nəyi estetik elətdirmir. Hər şey təbiətdə gözəldir, olduğu kimi. Ona görə sizə təbiilik, gözəllik və daxili harmoniya və daxili xoşbəxtçilik arzu edirəm ki, onu tapandan sonra sizə başqa heç nəyə ehtiyac olmayacaq. Uğurlar.